Böyük Vətən müharibəsində əldə etdiyimiz uğurlarda, qələbədə təbii ki, Azərbaycan xalqının, Azərbaycan oğullarının böyük rolu var. Amma digər tərəfdən 2-ci Dünya müharibəsindən Azərbaycan müstəqilliyini bərpa etmək məqsədi ilə istifadə etmək istəyən Azərbaycan oğulları da olub. Biz bugün studiyamızda hər iki tərəfdən danışacağıq. 2-ci Dünya müharibəsində Azərbaycan nə qədər itki verdi? Müharibə başlamamışdan əvvəl Azərbaycanın əhalisi olub 3 milyon 200 min nəfər, müharibə bitəndə olub 2 milyon 700 min nəfər. Azərbaycan regionu nəyin uğrunda döyüşürdü? Azərbaycanın müstəqilliyi uğrunda vuruşurdular. 2-ci Dünya müharibəsindəki qələbədən Azərbaycan nə qazandı? Azərbaycan xalqı çox böyük döyüş təcrübəsi qazandı. Xoş gəlmişsiniz, hörmətli tarixçilər. Biz bugün Azərbaycanın 2-ci Dünya müharibəsindəki rolundan danışacağıq. Və ilk növbədə istəyirəm 2-ci Dünya müharibəsində, Böyük Vətən müharibəsində iştirak edən veteranlarımızı təbrik edeyim. Onlar üçün bugün müqəddəs gündür. Biz də onların şücaətlərini, qəhrəmanlıqlarını unutmamışıq. Qələbə bayramımız mübarək. Beləliklə, biz sırf Azərbaycandan danışacaq, Azərbaycanın rolundan danışacaq bugün. Studiyamızda tarix üzrə fəlsəfə doktoru Nail Əliyev. Nail müəllim, demək, Böyük Vətən müharibəsi başlayan zaman Azərbaycanın vəziyyəti necə idi? İstər iqtisadi baxımdan, istər siyasi baxımdan, istər daxildəki ab-hava nə cürüdür? Deməli, Sovet tarixşünaslığında bu Böyük Vətən müharibəsi adlandırılır. 22 iyun 1941-ci ildən başlayır. Amma dünyada bu 2-ci Dünya müharibəsi 1 sentyabr 1939-cu il deməli Almaniyanın Polşaya hücumundan 2-ci Dünya müharibəsi başlayıbdır. Amma biz gərək bunun qabaqçı dövrə gedək. Yəni bilirsiniz ki, 33-cü ildə Hitler hakimiyyətə gələndən sonra NSDAP partiyası Çexoslovakiyanın Polşa ilə Macaristanla birgə bunlar Çexoslovakiyanı demək olar ki, işğal etdilər. Ondan sonra 36-cı ildə Almaniya ilə Yaponiya antikomintern bir paktı imzaladılar kommunizmə qarşı. Sonra Molotovla SSR Xarici İşlər Naziri Ribbentrop arasında 23 avqust 1939-cu il Ribbentrop-Molotov paktı imzalandı. Bu paktdan bir həftə sonra Almanlar Polşaya hücum etdilər. Hücum etdilər və Sovetlər qoşunları Bukovina, Qərbi Ukrayna, Qərbi Belarusiya, Bukovina, bu keçmiş Rus imperiyasının tərkibində olan əraziləri Sovetlər Birliyi qoşunları ora daxil oldular. Deməli, 1 sentyabr 1939-cu il 2-ci Dünya müharibəsi başlayıb. Və 2-ci Dünya müharibəsi başlayandan sonra deməli, Sovetlər Birliyi Almaniya qarşısında öhdəliklər götürmüşlər. Yəni yanacaqla, benzinlə, neftinlə bunları 160 minə yaxın məncə təchiz etməli idi. Bu vaxtı ingilislərlə fransuzlar, sonra da Amerikanlar belə bir plan hazırladılar. Peik və Vilvet əməliyyatları. Yəni bu nə əməliyyatlarıdır? Yəni bunlar bu plana əsasən deməli Bakı 15 günə, Grozno 11 günə, Batum 1 günə yerinə yesən edilməlidir. Yəni bir ayın ərzində. Çünki hələ Churchill deyirdi ki, Bakı nefti kimin əlindədir, o da dünyanı idarə edəcəkdir. Yəni bunlar çəkinirdilər ki, Bakı nefti Almanların əlinə keçə bilərlər və Ruslar, yəni Sovetlər Birliyi Almanlarla müttəfiq ola bilər. Belə bir bunların planı var. Ki əslində əsasları da vardı. Deməli, bu planı Almanlar Pariji tutandan sonra Fransa qərargahından bu materialları Almanlar götürmüşdülər və Sovetlər Birliyinə və gələcəkdə də legionerlərlə Azərbaycan bilirsiniz, Türkistan legionu yaranmışdı, onlarla tanış eləmişdilər. Yəni belə bir vəziyyətdə ondan da qabaq Sovetlər Birliyi niyə onu imzalamışdı? Çünki ondan qabaq Münxen paktı olmuşdu. Çemberlen Hitlerlə 3 dəfə görüşmüşdü. Ribbentropla görüşmüşdü və Münxen paktı imzalanmışdı. Hansı ki, bayaq qeyd elədiyim kimi Çexoslovakiya bölünmüşdü. Sudetski oblast deyilən bir ərazi verilmişdi Almanlara. Ondan sonra isə Anşlus Avstriya, yəni Avstriyanın Almaniya birləşməsi olmuşdu. Yəni bunların hamısı gətirib o 2-ci Dünya müharibəsinə çıxartmışlar. Ondan da qabaq demək olar ki, Yaponiyada, Çində
müharibə gedirdi. Yəni Çankaşi ilə Mao'cudun Yaponlarla vuruşurdu. Yəni aktiv fazla müharibə gedirdi. Amma Bu demək müharibədən öncəki belə deyək də durumla bağlı siz bizə qısa olaraq məlumat verdiniz. Mən istəyirəm Azərbaycandakı durumu bir daha sual verim sizə. Ələmdar Şahverdiyev, Bakı Dövlət Universitetinin dosenti, tarixçi. Ələmdar müəllim, Azərbaycanda ab-hava necə idi? Sovetə tam olaraq sadiq edikmi? Sovetin tərkibində qalmaq istəyirdikmi? Ümumiyyətlə Azərbaycanlılar həmin dövrdə nə düşünürdü? 37-ci ilin üstündən nə qədər keçmişdi ki? 4 il keçmişdi. İkinci Dünya Müharibəsinin başlanması Sovetlər Birliyində yaşayan xalqların hər biri üçün yeni bir mərhələnin başlanması kimi qiymətləndirilə bilər. Çünki o müharibə başlayanda təkcə Sovetlər Birliyində deyil, ümumiyyətlə dünyadakı bir çox dövlətlər bu müharibədən öz maraqlarını müharibədə ortaya qoymuşlar və gələcəkdə öz planlarının üzərində işləyirdilər. Ona görə də bu nöqteyi nəzərdən yanaşsaq, baxmayaraq ki, Azərbaycan Sovetlər Birliyinin tərkibində idi, Azərbaycanda da milli azadlıq ruhunda yaşayan insanlar çox idi. Yəni SSR-nin yaranmasından müharibənin başlanmasına qədər çox böyük bir tarixi dövr keçməmişdi. Bu qısa dövrdə Azərbaycanlıların üzərində Sovet hökuməti, mərkəzi Moskva hökuməti çox eksperimentlər aparmışdı. Yəni bir müsəlman Türk regionu olduğuna görə Azərbaycanın üzərində o zamanki Sovet rəhbərliyi, xüsusən də Moskvada Sovet rəhbərliyində təmsil olunan erməni lobbisi Azərbaycan xalqının və Azərbaycan ərazilərinin üzərində kifayət qədər eksperimentlər aparmışdı. Ona görə də Azərbaycanda milli ruhda olan qüvvələr bu 2-ci Dünya müharibəsindən də öz istəklərini, öz arzularını həyata keçirmək üçün bir məqam kimi hesab edirdilər. Və əslində hətta qaçaq hərəkatı da elə müharibəyə qədər davam etmişdi. Bu nöqteyi nəzərdən də Azərbaycan mühacirətinin adını xüsusi qeyd etmək lazımdır. Yəni 2-ci Dünya müharibəsi başlayanda Azərbaycan mühacirətini təmsil edən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin demək keçmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri bu istiqamətdə ciddi iş aparırdılar ki, məsələn, bu müharibədən biz hansı formada gələcəkdə müstəqil Azərbaycan dövlətinin qurulması üçün istifadə edə bilərik. Və sonradan da müharibənin gedişində bu proses baş verdi. Yəni, məsələn, Məmməd Əmin Rəsulzadənin Almaniya dəvət olunması, sonra Alman hərbi düşərgələrində əsir düşən Azərbaycanlılardan Milli Legionun təşkil olunması, ondan sonraki mərhələdə, məsələn, Almaniyada mühacir Azərbaycan hökumətinin, parlamentinin yaranması, bunlar onu təsdiq edən, belə deyək, faktlar kimi göstərilə bilər. Ancaq onu deyə bilərəm ki, həmin dövrdə Azərbaycan eyni zamanda Sovetlər Birliyini təmsil edən bir dövlət idi, bir respublika idi. Bu nöqteyi nəzərdən də Azərbaycan Respublikası, Sovet Respublikası olaraq öz vicdanını, öz belə deyək də şərəfi və ləyaqəti naminə, vahid dövlət naminə Sovetlər Birliyinə daxil olan xalqlar içərisində bütün varını, qüvvəsini, iqtisadiyyatını və mənəviyyatını bu müharibədə SSR-nin qələbəsi yolunda qoyan bir respublikalardan biri olmuşdur. Elə Ələmdar müəllim, iqtisadiyyat demişkən neft həmən yada düşür. Mən istəyirəm növbəti sualımı ünvanlayım. Tarix üzrə elmlər doktoru Sevdə Süleymanova. Sevdə xanım, çoxudurmu həmin dövrdə bizim neftimiz və o necə hasil olurdu? 1941-ci ildə demək olar ki, dünyada ən çox Bakıda, məsəl üçün, 23,5 milyon ton neft çıxarılmışdı. Ümumiyyətlə, 5 il ərzində də müharibəyə, cəbhəyə 75 milyon ton neft verilmişdi. Benzinin də bildiyiniz kimi 90% yenə də 22 milyon ton hardasa Azərbaycan vermişdi. Yəni, neft çıxarılması təbii ki, Azərbaycan o dövrdə hələ ki, çox neft istehsal edə bilirdi. Amma 42-ci ildən sonraki Şimali Qafqaz uğrunda Almanların yürüyüşü, hücumu başladı. Onda SSR rəhbərliyi ehtiyat elədi ki, birdən doğrudan da Bakını alarlar. Ona görə neft avadanlıqlarının, mədənlərin sökülməsi başlandı. Söküb, biraz şərq rayonlarına, necə ki, o sənaye müəssisələrini 41-ci ildən köçürmə komitəsi yaradılmışdı. İşğala məruz qalan Ukraynada, Rusiyanın qərb rayonları da oradan iri sənaye müəssisələrin avadanlıqlar sökülüb şərqə daşınıb orada quraşdırılmışdı. O cümlədən təbii ki, Bakıya da gətirmişdi. Amma Bakı artıq təhlükə altında olanda Bakıdan neft mədənlərinin avadanlıqlarını söküb şərqə doğru, yəni Sibirə, uzaq
yerlərə aparmağa başladılar ki, Bu neft hasilatına təsir elədi. Elədi. Onun üçün deyirəm də mən bunu ki 11 milyona düşdü. Yarı bayarı, yarıdan da aşağı düşdü. Amma buna baxmayaraq ki 42-43-cü illərdə 11-10 milyon ton belə çıxarılırdı. Ümumi yenə də yəni 44-45-ci illərdə yenə də neft çıxarılması artırıldı. Amma onu qeyd edim ki çox ağır vəziyyətdə. Yəni gündə neftçilər 18-20 saat gecə-gündüz işləyirdilər. Və neftin daşınması özü də təhlükəli idi. Çünki Bakının üzərindən hava hücumları gözlənilirdi. Alman təyyarələrində, Şimali Qafqazdadırlar. Ona görə ehtiyat eləyirdilər ki, dənizlə daşıyanda sisternlərlə, zəncirlə bağlayıb su ilə. Ki, yəni gəmiyə qoysalar, gəmi partladacaqlar. O da məhv olub gedəcək neft. Ona görə su ilə bağlayırdılar. Bir qarşıdan da bir gəmi onları bağlayıb dalıcan aparırmış dənizə. Yəni arxa cəbhədə də bizim Azərbaycanlılarımız canlı təhlükə siz neftlə bağlı verir. Ona görə təbii ki, nefti arxa cəbhə eləyir də, ön cəbhə eləmir. Ön cəbhədə döyüşçülərimiz necə şücaətlə qəhrəmanlıqlar göstərirdilərsə, arxa cəbhədə də heç də ön cəbhədən az olmayıb qəhrəmanlıqlar. Həmçinin silah-sursat istehsalı Həm silah, həm katyuşalar. Onları da gətirib bizim zavodlarda sənaye müəssisələrin çoxu axı hərbi relsi bütün SSR-də, bütün iqtisadiyyat hərbi rels üzərinə keçirilmişdi. Hələ 39-cu ildən başlayaraq hərbi sənayinin quruculuğuna başlanılır. Yəni geç hesab olunur. Çünki 39-da artıq 2-ci Dünya müharibəsi başlanmışdı. Halbuki Avropa ölkələri çoxdan hərbi sənaye ilə məşğul olurdu. Amma SSR-də isə Sovet quruculuğu, SSR sosializm quruculuğu ilə başları qarışıq olduğundan 39-a qədər hərbi sənaye haqqında düşünməmişdilər. Amma müharibə təhlükəsi gözlənəndə artıq bütün dünyanı faşizm təhlükəsi bürüməkdə idi. 33-cü ildən ki Almaniyada faşist partiyası NSDAP Hitlerin başçılığı ilə hakimiyyətə gəldi. Ondan sonra artıq onların o bütün qadağaları pozması, Versal-Vaşinqton müqavilə sisteminin 1-ci Dünya müharibəsində nəticəsində Almaniya üzərində qoyulan bütün qadağalar, sonra Reyn iltizam paktının pozulması, yəni Reyni o qoşun çıxara bilməzdi, amma çıxardı. Onun qarşısını Belçika, Fransa saxlamalı idi, amma saxlamadılar. Yəni bütün bunlar gətirib dünya müharibəsinin başlanmasına çıxarmışdı. Ciddi cəhdlə çalışırdılar ki, Rusiya ilə Almaniya kələ-kələyə gəlsin. Yəni bütün dünyada artıq məlum idi da ki, bu 2-ci Dünya müharibəsinə doğru gedir və SSR-də ancaq hələ 39-cu ildən hərbi sənaye başlanıldı, hərbi sənayenin qurulmasına. Təbii ki, 41-ci ildə müharibə başlayan kimi bütün dinc məqsədlər üçün fəaliyyət göstərən müəssisələr keçirildi, hamısı hərbi rels üzrə. Yəni, indiyəcən traktor istehsal edən zavodla indi artıq tank istehsal etməyə başladılar. Yəni, istiqaməti dəyişdilər. Aydındır. Nail müəllim, faşist Almaniyası deyirik o vaxtki Almaniya üçün, natsist rejimi deyirik biz. Necə oldu ki, Azərbaycanlılar o tərəfə keçdi? Bir qismi Azərbaycanda yaşayanlar əksəriyyəti Sovet hökuməti uğrunda vuruşdu. Amma mühacirətdə olanlar və həmçinin Azərbaycanda da bir qism vardı, artıq qarşı tərəfə keçdi və onlarla işbirliyə əl atdılar. Səbəb nə idi? Deməli, Azərbaycan mühacirət hərəkatı həmişə fəaliyyət göstərib. Son dövrdə Pilsudskinin başçılığı altında Polşa işğal olunandan sonra isə Almaniya Baş Qərargah İdarəsində bunlar fəaliyyət göstəriblər və təşkilatlanıb Prometey olubdur. Məhməd Əmin Rəsulzadənin başçılığı altında. Seyxun Hacıbəyli, burada bir çox adamlar, Sultan Azad, hamısı orada olublar. Deməli, repressiyalar, kolxozlaşdırma əhali arasında böyük nifrət yaratmışdı Sovetlərə qarşı. Amma buna da baxmayaraq, məsələn, Pribaltikaya Alman qoşunları girəndə heç bir müqavimət göstərilməmişdi. Ukraynanın qərb hissəsində heç bir müqavimət Almanlara qarşı göstərilməmişdi. Duz çörəklə qarşılayırlar. Duz çörəklə qarşılayırlar və Abdülrəhman Fətəlibəyli Düdəncinski, mayor Düdəncinski öz ailəsini götürərək Alman ştabına gəlir və razılığını verir Alman ordusunda xidmət etməyə. Əsirlikdən sonra olur o deyəsən. Əsirlikdən sonra, bəli. Orada filtrasiyadan keçirdirlər, bunları yoxlayırlar. Deməli, ondan qabaq iş aparılmışdı. Məsələn, Ənvər Paşanın qardaşı Nuru Paşa, Bakının Fatihi, Alman genştabında olmuşdu. Türkiyənin ordu baş qərargah rəisi ilə birlikdə, generalla, Paşa ilə birlikdə və Rozenbergə belə bir təklif vermişdilər ki, siz müsəlmanlardan, çünki müsəlmanları çox vaxtı Almanlar səhv salırdılar yahudilərinə. Bunun üçün İrusəlimdən hətta mufti də, şeyx də gətirilmişdi.
Almanya. Yəni bütün bu Azərbaycanlıları, tək Azərbaycan Tatarları, Orta Asiya xalqlarından olanları hamısını Məmməd Əminin başçılığı altında bunlar hamısı xilas edilirdilər. Birinci müsəlman diviziyası yaradıldı. Sonra bu Türkistan legionu oldu. 4 polkdan ibarət idi. 40 batalyonudur. Batalyonların adları Cavad xan, Aslan, Bozqurd, yəni İgid, Dönməz, belə adlar verilirdi. Azərbaycan İstiqlal, Azərbaycan qəzeti başları buraxılmağa və bizim çox gözəl tanıdığımız Stalingrad ətrafında ağır yaralanmış Mehdi Hüseynzadə həmin o qəzetdə baş redaktoru müavini çalışmışdı və Azərbaycan qəzetinin bir belə deyək də lozunqu da vardı, onu oxumaq istəyirəm burada. Buyurun. Biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik. Bizi bu müqəddəs məfkürədən vaz keçirəcək heç bir bəşəri qüvvə yoxdur. Bəli. Burada ümumiyyətlə Hitler Almaniyasından söhbət getmir, düzdürmü? Faşist ideologiyasından söhbət getmir. Bu rəsmi orqanıdır, Azərbaycan qəzeti rəsmi orqanıdır. Sadəcə müstəqilliyimizi istəyirdik, belə çıxır. Yəni istifadə eləyirdik həmin o durumdan, düzdürmü? Deməli, imperializmin bu ziddiyyətlərdən istifadə edib öz müstəqilliklərini bərpa etmək istəyirdilər. Fərqi yoxdur. Stalin ya Hitler, bunların ikisi də diktatorudur. Biri faşist rejimi idi, o birisi komünist rejimi idi. Minlərlə repressiyalar olmuşdu, kollektivləşmə, nə bilim. Məsələn, Düdəncinskinin 2 kombregi, Cəmşid Naxçıvanski və Qambay Vəzirov güllələnmişdi 38-ci ildə. İlk Azərbaycan Milli Atıcı Diviziyasının komandirləri. Yəni, məsələn, Ruslardan da olmuşdu, Vlasov. Bəli, 3 rəngli bayrağı o birinci dəfə dalgalandırmışdı. Məsələn, Almanlarla danışılır. Deməli, bu işlərə Almanlarda Rosenberg baxırdı və Məmməd Əmin Rəsulzadə də Rumıniyadan gəlib Rosenberglə görüşmüşdü. Məmməd Əmin Rəsulzadə sırf Azərbaycanın müstəqillik məsələsini qoymuşdu. Və bunlar müstəqilliyini ilk illərdə qəbul etmək istəmirdilər. Çünki Mein Kampfda da vaxtı ilə Hitler öz fikrini bildirmişdi, yəni Mongoloid adlandırmışdı. Demişdi ki, bunlar vardılar, bunlar ali irqdən sonra olmalıdırlar. Amma ona baxmayaraq o Uraldan o tərəfə Böyük Türkistan dövləti yaratmaq istəyirdi. Yəni ayrı-ayrı respublikalar olmayacaqdı. Böyük bir Türkistan adında böyük bir vilayət olacaqdı. Ali irqin altında, Ural dağlarından bu tərəfə. Yəni 3 plan var idi Azərbaycana, Bakıya aid. Birini Almanlar hazırlamışdı, Edelweiss. Sonra 40-cı ildə hazırlanmış müttəfiqlər tərəfindən, Fransızlar, İngilislər tərəfindən Peik planı və Vilvet planı. Bir plan da vardı, Stalinin planı. Azərbaycanlıların köçürülməsi Qazaxstana. Azərbaycanlıların köçürülməsi, Azərbaycan nə qədər önəm daşıyırdı ki, 3 imperiyanın, 3'ü də Azərbaycana qarşı belə bir plan hazırlamış. Niyə? Bakı nefti. Üstəlik də müsəlmançılıq, türkçülük. Yəni İngilis, Fransızlar İran tərəfdən, onların Əfqanistan, Hindistan bilirsiniz bunun koloniyası idi, oradan girməli idilər. İndi biz biraz... Deməli, Düdəncinski 43-cü ildə Azərbaycan Milli Komitə yaradılır, 43-cü ildə qurultay keçirilir və Azərbaycan müstəqillik məsələsi orada qəti şəkildə tələb olunur. Və tələb olunan digər məqamlar da vardı. Məsəl üçün, Azərbaycanlılar üçün ayrıca istirahət yerləri, Azərbaycanlılar üçün, Azərbaycan türkləri üçün ayrıca xəstəxanalar, Azərbaycanlılar üçün ayrıca belə deyək də yanaşma və Alman əskəri ilə eyni səviyyədə tutulma. Yəni bu deməkdir ki, yenə də Azərbaycanlı türk olaraq sırf istifadə məqsədi ilə bu kampaniya deyək də belə də qoşulurdu Hitler tərəfinə. Yalnız və yalnız vətənini azad etmək üçün. Burada Türkiyənin də rolunu qeyd eləmək lazımdır. İsmət Paşanın dediyimiz kimi Türkiyə Almaniya ilə siyasi müttəfiqidir. Yəni aktiv fazada yox, siyasi müttəfiq. Məsələn, Boğazlardan buraxmamışdı. Bosfordan, Dardaneldən buraxmamışdı, amma siyasi müttəfiq idi 45-ci ilin may ayına qədər. Yəni aprel ayına qədər müttəfiq idi, sonra onu müharibə elan elədi. Yəni bunlar 1-ci Dünya müharibəsində bilirsiniz ki, Osmanlı ilə Almanlar müttəfiq olmuşdular.
Yəni Alman zabitlərinin çoxsu, hamısı Osmanlı İmperiyasında böyük vəzifələrdə, geniş çapda, demək olar ki, ordunu onlar idarə edirdilər. Və çox da zaman keçməmişdi. Bəli, yəni plan 3B adlı plan vardı. Berlin, Bağdad, Basra. Yəni Birinci Dünya müharibəsi hardan başladı? Oradan başladı. Yəni Almanlara Osmanlı icazə vermişdi o dəmir yol xəttinin çəkilməsi və o isti sulara çıxarılması, isti dənizlərə çıxarılması və Molotovla Ribbentropda da məsələn Hitlerlə Molotov görüşəndə Hitler bilirsiniz demagogdur. Dəfələrlə buna qeyd eləyirdi ki, Molotova biz sizə ingilislərlə bizlə müttəfiq olmalısınız, İngilislərə qarşı və bunun əvəzində Molotov ondan deyirdi bizə nə güzəşidir? Deyir, isti dənizlər nədən ibarətdir? Həmin vaxt Almaniyanın özü İngiltərəni müharibə edirdi və Amerikanın özü bombardımana məruz qalmışdı. Yəni bu absurd bir şey idi ki, isti dənizlərə sizi çıxardacaq. Konkret heç nə yox idi ortada. Aydındır. Ələmdar müəllim, bir tərəf demək Sovet psixologiyasını, Sovet ideologiyasına artıq qulluq edirdi və psixologiya artıq yiyələnmişdi. Amma digər tərəf, bir daha deyirəm, Hitler və... Amma burada faşizm ideologiyasına, belə deyək də, ideologiyasının təsiri altına düşmüşdümü bizim milli azadlıq hərəkatını o vaxt başladanlar, o vaxt davam etdirənlər? Yoxsa sadəcə və sadəcə Azərbaycan üçündür bunların hamısı? Tamamilə mən onu təkzib eləyirəm. Heç bir faşist ideologiyasının təsiri altına düşməmişdilər və Hitler hökuməti ilə aparılan danışıqlarda Azərbaycan tərəfi 11 maddədən ibarət bir memorandum təqdim eləmişdi Almaniya tərəfinə. O memorandumda çox aydın şəkildə şərtlər qoyulmuşdu ki, Azərbaycan nə istəyir Almaniya hökumətindən, Hitler hökumətindən. Orada qoyulan məsələlərdən biri elə birincisi və ən başlıcası Azərbaycan milli ordusunun yaradılması idi. Və Azərbaycanın müstəqil Azərbaycan dövlətinin yaranması və Azərbaycan milli ordusunun yaradılması idi. Şərt qoyulurdu ki, əgər Hitler Almaniyası müharibədə qalib gələrsə, Qafqaz Azərbaycana ilk Azərbaycan milli ordusu girməlidir. Yəni danışıqlarda gedən belə deyək də müzakirə olunan məsələlərdən biri bu idi. Ona görə də orada ancaq Azərbaycanlıların bir məfkurəsi var idi ki, 1918-20-ci illərdə itirilmiş müstəqilliyi bərpa etmək və gələcəkdə müstəqil Azərbaycan dövlətinin belə deyək də beynəlxalq münasibətlər sistemində öz yerini tutmasına nail olmaq. Məqsəd bu idi. Aydındır. Reklamlara ayrılırıq biz. Sonra reklamlardan sonra qayıdacaq beş barmağa və Azərbaycanın 2-ci Dünya müharibəsindəki rolu haqqında müzakirələrimizi davam edəcək. Beş barmaqdasınız. Biz bugün Azərbaycanın 2-ci Dünya müharibəsindəki rolu haqqında danışırıq. Sevda xanım, bildiyimə görə legionerlərimiz Ukraynada da döyüşürdü, Vlasovun birləşmələrində də döyüşürdü. Özlərini necə göstərmişdilər döyüşçü kimi? Döyüşçü kimi onlar özlərini çox cəsur göstərmişdilər. Yəni onlar düşünürdülər ki, müstəqillik uğrunda vuruşurlar. Amma əslində indi burada yoldaşlar da o legionerlərin fəaliyyətinə üstünlük verirlər. Amma mən düşünürəm ki, nə dərəcədə onlar düşünsələr də ki, müstəqillik uğrunda vuruşurlar. Amma söhbət ondan gedir, kimlə vuruşurlar? Yəni o faşizmin bütün bəşəriyyətə vurduğu ziyanların müqabilində düşünmək olardı ki, belə bir vəhşiliklər törədənlər hansısa bir xalqa müstəqillik verə bilərlərmi? Bir var doğrudan da o iki sistemin toqquşmasındanmı, iki dövlətin vuruşmasındanmı istifadə edib öz müstəqilliyi nail olmaq. Bir də söhbət gedir ki, o faşizm, tək Hitlerdən söhbət edir, faşizmin özünü bəşəriyyətə vurduğu yaralardan. Stalin rejimi də heç quzu deyildi. Şübhəsiz, amma Stalin rejimi əgər öz ölkəsindəkilərə nəsə repressiyalar etmişdisə, amma burada söhbət bəşəridən gedir, bəşəri ideyalardan, bəşəriyyətin məruz qaldığı vəhşilikdən, söhbət tək SSR-dən getmirdi. Almanlar SSR-yə hücum etməzdən qabaq 11-12 Avropa ölkəsini işğalı, İngiltərə istisna olmaqla demək olar ki, bütün Qərbi Avropa işğal etmir. Ən böyük dövlətlərini belə Avropanın işğal etmişdilər. Bəs eyni şey Stalin rejimi bizə qarşı etmirdimi? Çeçenlərə qarşı etmirdimi? Olunanlar,
insanlara qarşı adicə Krasnodonda gənc qvardiya var idi o vaxt. Deməli, həmin əsərdə bir Azərbaycanlı da var. Əli Dadaşov, Alik Dadışov kimi yazmışdılar onu. Həmin o partizan, o gənc komsomolçuların sinəsində ulduz kəsib, diri-diri bastırma. Mən özüm Kiyevdə olmuşam. Kiyevdəki o müşahidəçilər git deyirlər də. Onlar bilirsiniz, elə danışırdılar. Ağlamamaq mümkün deyil. Yəni, onlar faşizmi elə bil özü görən kimi, yəni axı o torpağı görüb, şükürlər ki, bizim torpağımız görməyib faşizmi. Ona görə bəlkə də bəzilərinə asan gəlir onu stalinizmdən. Təbii, totalitarizm cəhətdən hər ikisi totalitar cəmiyyəti idi. Burada da tək partiyalıq idi Komünist Partiyasının, Almaniyada da Faşist Partiyasının tək partiyalılığı. Burada bu bir mənalıdır. Burada amma digər məqamlar var. Ələmdar müəllim. Stalin rejimi azmı incitmişdi elə ölkə daxilindəki xalqları, çeçenlər olsun, Azərbaycanlılar olsun, şimal xalqları olsun. Təbii, burada Azmı işgəncə olmuşdur Rusların özü. Çıxışımızın başlanğıcında biz onu qeyd etmişdik. Amma mən üz istəyirəm Sevda xanım bir haşiyə çıxmaq istəyirəm. İkinci Dünya Müharibəsinin başlanmasının əsas səbəbkarlarından biri elə SSR idi. Yəni, faşist Almaniyasının, faşist ideologiyasının kəskinləşməsinin, o ideologiyanın dünya üçün təhlükə yaratmasının əsas səbəblərindən biri bir mənalı şəkildə SSR olur. Müharibənin SSR hücumundan bir həftə qabaq Stalin tonlarla taxıl göndərmişdi. Başqa bir faktı deyirəm. Yəni, 1939-cu il 23 avqust paktı, Molotov-Ribbentrop paktı bir mənalı şəkildə faşist Almaniyası ilə SSR arasında Avropanın bölüşdürülməsinə hesablanmış bir pakt idi. Bundan başqa, məsələn, Münhen paktında əslində Almaniyanın neft təchizatını əvvəl öz üzərinə İngiltərə və Fransa götürmüşdü. Amma sonradan ki, Almanların Avropadakı işğalçılıq hərəkətləri bu iki dövlətin xoşuna gəlmədiyinə görə 23 avqust paktından sonra SSR-i Almaniyanın neft təchizatını öz üzərinə götürdü. Elə Almaniyanın SSR üzərinə hücum etməsinin əsas səbəbi Almaniya tərəfinə SSR-nin götürdüyü öhdəliyi yerinə yetirməməsi idi. Yəni, vaxtında neftlə təciz etməməsi idi. Artıq SSR-i görürdü ki, o təhlükə ona yaxınlaşır. Çünki kəşfiyyat məlumatları daxil olmuşdu SSR rəhbərliyinə. Ona görə də bunun qarşısını almaq üçün maksimum dərəcədə Stalin hökuməti Almaniyanın, belə deyək də, ordusunun neft təcizatı ilə məhdudlaşdırmaq və bu yolla Almaniyanın hücumunun qarşısını almaq, vaxt əldə etmək, Sevda xanım dediyi kimi müəyyən mənada silahlanmanı sürətləndirmək və yeni silahlar əldə etmək bu plan üzərində. Ona görə də ona deyirlər qəfləti hücum. Yəni 22 gün hadisəsi. Nail müəllim, Sevda xanım biraz skeptik yanaşır bizim həmin o azadlıq hərəkatımıza. Yox, mən azadlıq hərəkatını demədim. Siz sadəcə olaraq azadlıq hərəkatından getmir. 41-45-dəki, 2-ci Dünya Müharibəsindəki Düdənginski, legionerlər, bax bunu biz azadlıq hərəkatı kimi qəbul edirik. Onlar elə düşünür və o məqsədlə, amma kimlə? Kimin köməyi ilə, kimin silahı ilə? Bu bir səhvdir. İkinci Dünya Müharibəsini Hitlerlə Stalin başlamışdı. 23 avqust 1939-cu il Ribbentrop-Molotov paktı ilə Avropa bölüşmüşdü. Pribaltika, Qərbi Ukrayna, Moldaviya, Belarusiya, bunların hamısı Almanlarla, Ruslar tərəfindən işğal edilmişdi. Bu bir. İkincisi, dediyimiz kimi, qatarlarla, sisternalarla, tonlarla taxıl, neft məhsulları, benzin, dizel durmuşdu sərhəddə. Həmin vaxt Alman təyyarələri hücum eləmişdi. Richard Zorge Stalinə xəbər verəndə Stalin inanmırdı buna ki, bu keçəcək. Çünki bilirdi, çünki özü danışmışdı. Molotov-Ribbentrop'la danışmışdı. Bunu ki, müharibə olmayacaqdı. Yəni bunların 5 illikdə Yaponlarla bundan müqaviləsi vardı Stalinin. Ona görə də birinci gün, müharibənin birinci gününə qədər etkilər oldu. 22 iyunda Molotov çıxış elədi radio ilə. Stalin 3 iyulda ortaya çıxdı. Bunlar hamısı aydınlar. Mən bir məsələni bilmək istəyirəm. 3 iyula qədər Stalin ortalığa çıxmırdı. Çünki bu deyəcək, bu provokasiyadır. Biz Azərbaycandan danışırıq. Mən bilmək istəyirəm. Həmin o hərəkat, legionerlər, Düdənginski, onlar düzgün eləyirdilər. Biz onları qəhrəman bilirik. Bir dəqiqə, müharibə qutarandan sonra Nürnberg prosesi oldu. Faşistlər üzərində Nürnberg prosesi. Nürnberg prosesində heç bir legioner ora cəlb olunmayıb. Nürnberg prosesindən sonra isə
Düdəncinski Amerika dövləti tərəfindən yaradılmış Azadlıq radiostansiyasının yaradıcısı və ilk baş redaktor olubdur. Mənim faşizmdə qulluq edən adamı Amerikanlar, hansılar ki faşizmə qalib gəlmişdi, Azadlıq radiostansiyasına baş... Və bu Amerikanın pulu ilə olmuşdu, bu radion yaranması. Yox, Konqresin radiostansiyasıdır o. Konqresin radiostansiyası. Mərkəzi Kəşfiyyat İdarəsi də ora xeyli pul xərcləyir. Elə indi də Amerika Konqresinin həmin yerdə elə Düdəncinskinin şəkili qoyulub da, radiostansiyada. Düdəncinskini də öldürən kim Amma oldu? orada faşistlər var idi. Bizimkilərdən farklı olaraq Erməni Qaregen Nijde, hansı ki 18-ci 19-cu ildə 116 dənə Şarur Dərəl İrəvan quberniyasında Müsəlman kəndini yerinə yeksən edilmişdi, yandırılmış torpaq siyasəti aparılmışdı. Onu Gimler dəvət etmişdi və Polşada Yahudilərə qarşı, kommunistlərə qarşı, Azərbaycanlılara, Türklərə, Müsəlmanlara qarşı elədiklərini o Polşada eləmişdi. Və o həbs edildi, ömürlük verdi. Ona baxmayaraq Kaçarina Sarkisyan indi qafanda ona 30 metrli heykəl qoyublar. Yəni o SS-in zabiti olmuşdu, Zonder komandada qulluq eləmişdi. Türkistan legionu isə Wehrmachtın şeydir. Yəni bunlar Nayçikdir, Mazdokdur. Bunlar bura gəlmişlər, onu da deyim. Bunları yerli əhali Kabardin, Balkar, Çeçenlər bunlar ağatın azadla qarşılamışdılar. Demək olar ki, onlar müqavimətçi sanması oralar tutulmuşdu. Və onlar da Mirzəfər Bağırımın təklifi ilə 416-cı Taganrog diviziyası yaradıldı. Sırf 70-80% Azərbaycanlılardan ibarət olaraq və o Türkistan legionunun qarşısına çıxartmaq üçün. Və onlar imtina elədilər onlardan vuruşmaqdan yana. Və onlar onun üçün həmin o diviziyanı, Türkistan legionunu Fransa, İtaliya cəbhəsinə yolladı. Ələmdar müəllim, Düdənginskini kim qətlə yetirdi? Düdəncinskini səhv eləmirəmsə 1951-ci ildə. 54-cü ildə. 28 noyabr. SSR Dövlət Təhlükəsizlik Komitəsinin agenti tərəfindən Deməli, Azərbaycanın 28 noyabr 1954-cü il Politbyronun qərarı ilə Stepan Bendera Düdəncinski vurulmalı idi və Mikhail İsmailov adlı bunun çox gözəl tanıdığı keçmiş legionçu, hansı ki Türkistan legionunda olmuşdu, əslən Azərbaycanlı idi. Sonradan o İtaliyada yaşayırdı, həyat yoldaşı da İtaliyadadır. Bu Neapolda gəmiyə minir, SSR-yə qayıtmaq istəyir, anasından yana darıxıbdır, neyniyibdir? Bu orada xüsusi xidmət orqanları tərəfindən ələ keçirilir, filtrasiyadan keçirilir və bunu Münxenə yollayırlar ki, gedirsən Azadlıq radiostansiyasında Düdəncinski aktiv Sovetlər Birliyinə qarşı demək olar ki, soyuq müharibə aparırdı. Onu qətlə yetirməlisən və bu və Şterin qazeti var, mən bilsəydim o gətirərdim. Şterin qazetində o göstərilib, taxt altında cəsəd yazısı var. Deməli, Düdəncinski bunu işlə təmin eləyir, öz evində yer verir. Gecə ilə bu Düdəncinskini qətlə yetirir və Sovetlər zonası olan tərəfə keçir. Sonradan Bakı şəhərində o institutun komendant vəzifəsində çalışmışdı, sonra qətlə yetirilmişdi. İndi burada bir məqam var. Demək, iki sistem, iki bir-birinə düşmən sistem Azərbaycanlını Azərbaycanlıya qarşı qaldırdı və onları bir-birini Azərbaycanlı öldürdü. Biri bir tərəfdə idi, digəri başqa tərəfdə. Mikhail İsmailovu Bakıda kim öldürdü? Üstü açılıbmı? Sevda xanım. Yox, onun deməli istintaq işində gedir ki, özünü asıb. Amma başqa bir versiyada var ki, Milli Azadlıq Hərəkatının üzvləri 90-cı ilə qədər onun qızı da siyasi partiya arxivində çalışırdı. Mən görüşmüşdüm. Deməli, yanvar hadisələrindən sonra İtaliya köçdülər. Çünki anası İtalyanadır. Universitetin yataqxanasında komendant çalışırdı. Və baxmayaraq ki, qızının 4 sinif savadı var idi, siyasi partiya arxivində böyük vəzifədə çalışırdı oradan. Və həmişə də MTN-dən, KGB-dən o tapşırılırdı. Yəni, mən o işi yaxından bilirəm, çünki işləmişəm onun üzərindən, ondan yana. Yəni bu, belə deyək də... Xüsusi xidmət orqanlarının işi idi. Bəli, bəli. O öz işini görəndən sonra o qətlə yetirilmişdi. O özünü asmamışdı. Digər tərəfdən, mən başqa bir məqama da keçmək istəyirəm. Bizim alimlərimizin bu qələbədə rolu nədən ibarətdir? Məsəl üçün elə Yusif Məmmədəliyevin. Sevda xanım, buyurun siz danışın. Yusif Məmmədəliyevin dəstəsi bir 28-30 nəfərlik adam. Onlar
bir aya qədər o laboratoriyadan demək olar ki, çıxmırdılar və orada çox böyük 100-dən artıq adda partladıcı maddələr, 38 adda sürtkü yağları, ən başıcası isə deməli o yüksək oktanlı benzin alınması ki, məhz bütün Sovet təyyarələri həmin benzinlə uçurdular. Bu özü Sürət böyük çatdırmırlar sadəcə. nailiyyət idi. Alman təyyarələri sürəti çatdırmırlar və bu yüksək oktanlı benzin Bəli, olan sürətimizi çatdırdı. sürətini artırır. Çünki bayaq da dedim də 39-da hələ bunlar təzə hərbi. Ona görə SSR-nin Almaniya qədər, ümumiyyətlə Avropa ölkələri qədər nə hərbi təyyarəsi, nə tankı o dərəcədə deyil. Bunlar hamısı müharibənin gedişində oldu. Çünki müharibə ki 22-si başladı, iyunun 30-da Stalin başda olmaqla Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitə və baş qərargahın da sədri təbii ki Stalin idi. Və o komitənin başçılığı altında çox böyük işlər görüldü. İndi nə qədər SSR dağılsa da hər halda iş görülüb ki, belə bir qanlı, deyək, böyük itkilər olan 2-ci dünya 60 milyondan çox adam həlak olub bu müharibədə. Ən böyük tələfat olan bir, ən böyük Bizdən nə qədər həlak olub? Mən o rəqəmi eşitmək istəyirəm. Azərbaycandan bayaq dedi də 681 min. 700 min gedib, xeyr, 700 min gedib, 300 min. 381 min həlak olub, 640 min səfərbər olub. Bu ümumi əhalinin neçə faizi idi? Faizə səsləndirək neçə Faizə yaxın, belə deyək. 3 milyon 300 min idi, bəli, millət. 3 milyon 400 min əhalisi vardı Azərbaycan. Kifayət qədər böyük rəqəm. 1940-cı ildə Azərbaycanın əhalisi olub 3 milyon 200 min. Amma 45-ci ildə olub 2 milyon 700 min. Yəni, indi o fərqi nəzərdən keçsək. Hədə ki, görün nə qədər azalıb. Çünki bu müharibədə 4 xalq ən ağır itki vermişdir. Rusiya, Ukrayna, Belarusiya, Azərbaycan. Yəni SSR ittifaqına daxil olan xalqların içərisində ən çox ağır itki ilə çıxan 4 respublika idi. Rusiya, Ukrayna, Belarusiya, Azərbaycan. Yəni müharibə torpağımıza gəlib çıxmamışdı, amma evlərimizdə itkilərimizi hiss edirdik. Və istəyirəm yekunlaşdıraq proqramımızı və danışaq. Azərbaycan 2-ci Dünya müharibəsindən nə qazandı? İtki verdi, nefti talan olundu, oğulları öldü, qəhrəmancasına həlak oldular. İstər o tərəfdən, istər bu tərəfdən qəhrəmancasına həlak oldular. Azərbaycan nə qazandı, Nail müəllim? Azərbaycan heç nə qazandı. Azərbaycan faşizmə qalib gəldi. Bunu demək olar. Faşizm qələbədir. Yəni bir mənalı şəkildə bunu qəbul etmək lazım ki, faşizm bəşəriyyət üçün böyük bir bəlaydır. Yəni Azərbaycan öz köməyini deyək. Payı var Azərbaycan. Payı var, bəli. Faşizm üzərində qələbədə öz böyük və mühüm bir payı vardı. Bunu qeyd eləmək lazım. Yəni Bakı nefti olmasaydı, yəni bu məsələ olmasaydı, Bakı nefti, bəli, talanmasaydı və Hitler dediyi kimi, Hitler demişdi ki, Qudriyana öz Feldmarshal Powers'ı demişdi ki, biz Bakını almasaq, biz bu müharibədə uduzacağıq və elə də oldu. Biz deyirik ki, Azərbaycanın öz payı oldu faşizm üzərində qələbədə. Amma faşist Almaniyasında zavodlar, fabriklər söküldü və gəldi Rusiyanın ərazisinə. Onlardan biri Azərbaycana gəldi mi o zavodlardan? İqtisadiyyatı nəzərdə tuturam. Hansısa bir burada yerləşdirildi mi? Burada fəaliyyət başladı mı? Azərbaycan qələbədə payını qoyandan sonra nəsə əldə etdimi? Faşizm üzərində qələbədə Azərbaycanın payı SSR ittifaqına daxil olan respublikalarla müqayisədə birinci yerdədir. Yəni Rusiyanın özü ilə də müqayisədə. Baxmayaraq ki, Rusiya tamamilə yerlə yeksən edilmişdi. Amma Rusiyanın müharibədə qalib çıxmasının əsas səbəbi Azərbaycanın iqtisadiyyatı, Azərbaycanın nefti olubdur. Mən bunu nəyə görə deyirəm? Çünki Stalinin Azərbaycan xalqına münasibəti başqa idi, Azərbaycan neftinə münasibəti başqa idi. Azərbaycan neftini yəqin sevirdi, Azərbaycan xalqını sevirdi. Sevdiyinə görə neftə rəhbərlik eləyən Süleyman Vəzirova sosialist əməyi qəhrəmanı verirdi. Bu tərəfdən də Azərbaycanlıları uzaq şərqə, Sibirə köçürmək planı üzərində işləyirdi. Yəni ona görə də burada bir mənalı şəkildə deyirik ki, Azərbaycan neftinin hesabına o qələbə qazanıldı. Sevda xanım, belə çıxmır ki, bütün xalqlar öz payını qoydu bu müharibəyə, həlak olan oğulları oldu. Azərbaycan xalqı həmçinin ki, bizim ən böyük zəhmətimiz, payımız var bu qələbədə. Amma belə deyək də, dəfnə çələngi Rusiyanın başında oldu.
Mən onu deməzdim. Mən deyərdim ki, yəni həmin o çələng ki, bunlar öz başına qoyub, həmin çələngdə Azərbaycanın payı var idi ki, misal üçün Bakıdan ki, bayaqdan neftdən danış, Bakıya o zaman qəhrəman şəhər ki, verdilər, Brest qalasına, Novorossiyska, hətta kiçik Malaya Zemlya deyirdilər də, kitabı da çıxmışdı Leonid Brejnev. Nə var orada? 18-ci Novorossiysk deyirəm də. Orada siyasi müşavir olub, ona görə də onu böyütdülər. Yəni, bütün qəhrəman Sevastopol hamısına qəhrəman Bakıya vermədilər. Bu məsələ qaldırılmışdı. Dəfələrlə də qaldırıldı. Adicə, məsələn, Yusif Məmmədəliyev zəhməti böyükdür də, onun laboratoriyasının böyük yüksək oktanlı benzin icad eləmişdilər. Deməli, müharibə qutarandan sonra, oca Xruşov dövrü idi, dedilər ki, bunun sənədləri yollanılsın Nobel mükafatına. Mikayan o vaxtda, Mikayan imkan vermədi ki, bu məxfi işdir, bunu yollamaq olmaz. Aydındır. Aydındır. Proqramımızın vaxtı qutardı və Bakıda həmin belə başa düşdüm ki, qələbədən sonra Qəhrəman şəhər adı da almadı və təbii ki, bizim həmişəki kimi imperiya daxilindəki şücaətimiz qiymətləndirilmədi və böyüklüyümüz də qiymətləndirilmədi. Bizim ölkəmiz deyildi, bizim vətənimiz deyildi Sovet İttifaqı. İndi biz öz qələbəmizi gözləyirik. Şuşada gözləyirik, Kəlbəcərdə gözləyirik. Öz Qarabağımızda qələbəmizi gözləyirik. Bir gün də buradan elan eləyək ki, qələbəmiz mübarək. Özünüzdən və yaxınlarınızda müğayət olun, salamat qalın.